Azerbaycan. Doğma Azərbaycanın tarixini, mədəniyyətini, bütün şəhər və kəndlərini, dağlarını, dərələrini, çaylarını, bərəkətli torpaqlarını tanımaq, gəzmək hər birimiz üçün gərəklidir. Bələdçi bu minvalla yenə yoldadır. Bugün biz sizi Astaranın Pensər kəndi ilə tanış edəcəyik. Pensər kəndi Astara şəhərindən 18 kilometr aralıda, Bakı-Astara yolunun yaxınlığında yerləşir. Pensər çayı kəndin düz ortasından axır. Tarixi faktlar təsdiq edir ki, Pensər Azərbaycanın ən qədim və inkişaf etmiş məntəqələrindən biri olub. Pensərə Ziyalılar kəndi də deyirlər. Kəndin adına gəlincə isə Pen yuxarı, Sər baş, yəni yuxarı baş kəndi anlamına gəlir. Kəndin ərazisi 900 hektar, əhalisi 5000 nəfərdən çoxdur. Kənddə məktəb, kitabxana, xəstəxana, uşaq bağçası, klub və başqa tikililər mövcuddur. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, duluzçuluq və maldarlıqdır. Bələdçimiz İntisar Mürsəlovdur, 37 yaş. Görək bələdçimiz bizə Pensər kəndini necə tanıdacaq?
Astara rayonunun Pensər kəndindəyik. Pensər kəndi çox qədim bir kənddir. Bu kənd keçmişdə, yəni 1930-cu illərə kimi Butasar kəndi adı ilə rayonda, eləcə Lənkəranda və bir çox rayonlar arasında məşhur bir kənd olmuş. Nəyə görə məşhur olmuş? Bu kənd ticarət mərkəzi olmuş, Astara ilə Lənkəranı özünə birləşdirən bir kənddir. Hal-hazırda kəndin adı Pensər kəndi gedir. Pensər sözünün mənası da yəni yuxarı baş deməkdir. Həqiqətən elədir. Ta qədimdən bu kənddə Həftə bazar deyilən bir bazar var. 6-cı və bazar günləri burada fəaliyyət göstərir. Qonşu kənddən, eləcə qonşu rayonlardan, yəni Lənkəran şəhərindən də, Lənkəranın da bir çox kəndlərindən bura ərzaq məhsulları, yəni ki, sitrus, heyvan, yəni qoyun və yaxud başqa bir ruzidən gətirib burada bazarda satırlar. Bu bazar çox qədim bir bazardır. Kənddə çox tarixi abidələr var. Kənddə keçmişini, dədə babasının adət-ənənələrini qurub saxlayan, təndir quyan məhəllə var. Yəni təndirçilər, onlar təndir quyurlar. Kənddə ziyalılar çoxdur və kəndin adını Respublikanın və dünyanın bir çox şəhər və ölkələrində tanıtdırırlar. Pensər kəndi ziyalı kənd kimi gedir kəndlər arasında. Düzdür, bütün kənddə ziyalı insanlar var və qədimdə də olmuşdur. Amma ziyalı sözünü nə ilə bağlayırlar? Kənddə ilk orta məktəb, rayonda ilk orta məktəb 1912-ci ildə məhz Pensərdə, keçmişdə Butasar adı adlanan Butasar kəndində fəaliyyət göstərmişdir. Əgər bələdçi intisarın təqdimatını bəyəndinizsə, aşağıdakı nömrələrə 1009 yazıb SMS göndərin. Əsrlər boyu xalqımızın pir, ocaq və türbələrə inamı olub. Yollar bizi Seyid Cəmaləddin türbəsinə aparır. Bu yer həm də Tunç dövrünə aid Qurqan kimi qorunur. Hal-hazırda Astara rayon Pensər kənd Ağa Şeyx Seyid Cəmaləddin türbəsindəyik. Ağa Şeyx Seyid Cəmaləddin kimdir? Dövrünün mütəfəkkir alimi, ziyalısı və mürşidi olmuşdur. Onun çoxlu şagirdləri, müridləri olmuşdur. Ağa Şeyx Seyid Cəmaləddin Butasara gəlmiş 12-ci əsrin sonu və 13-cü əsrin əvvəllərində bu kənddə yaşayıb və qonşu kəndlərə, qonşu rayonlara təbliğat etmiş, dinin mahiyyətini və insanları düzgün yola hidayət etməkdən ötürü bir neçə insanlar tərəfindən, bir neçə sakinlər tərəfindən ola bilsin başqa işgəncələrə də məruz qalmış vaxtında, yəni bizə də eşitmişik ki, onun təbliğatını qəbul etməyiblər və sən çıx get bu kənddən ona məruz qalıb və o İranın Gilan vilayətindən bura gəlmişdir. Oğlu Sadullah olmuş, onu da Bakı şəhərinə, Bakının içəri şəhərinə təbliğatdan ötürü göndərmişdir. Ağa Şeyx Seyid Cəmaləddinin dövründə çoxlu müridləri olmuşdur. Onun müridlərindən biri də Lənkəranın hal-hazırda Şıxakəran kəndində məqbərəsi yerləşir, qəbri şərifi orada yerləşir. Tacəddin İbrahim olmuş. Tacəddin İbrahimə Şeyx Said ləqəbini Ağa Şeyx Seyid Cəmaləddin vermişdir.
Hal-hazırda kənd sakinləri etiqad edirlər, ziyarət edirlər, bu şeyxin qəbrinə ziyarət edirlər. Bir çox kəndlərdən, rayonun kəndlərindən, qonşu rayonun kəndlərindən və Azərbaycanın bütün bölgələrindən bu şeyxin ziyarətgahına, ziyarətinə gəlirlər. Bu daşı el arasında ağrı daşı adlandırırlar. Deyilənə görə bu daşa kürəyini söykəyən şəxsin bütün ağrıları keçib gedir. Onu da deyək ki, Penser qəbristanlığında Albanlar dövrünə məxsus məzarlara da rast gəlmək mümkündür. Hər dövrün öz xeyirxah insanları olmuşdur. Bu məscid 19-cu əsrin tarixi abidəsidir. Məscid 1895-96-cı illərdə inşa olunmuşdur. Məscidin təşəbbüskarı və xeyriyyətçi insanı, yəni ki, olmuş, dövrünün ən məşhur xeyriyyətçilərindən biri Hacı Teymur Mursaloğlu olmuşdur. Bu məscidi öz şəxsi vəsaiti ilə tikmiş, kənd cəmaatının ixtiyarına vermişdir. Bu məsciddən əlavə kəndimizdə yenə dövrünün ən xeyirxah xeyriyyətçisi olmuş Hacı Canbağış Əli oğlu tərəfindən də bir məscid tikilmişdir. O da şəxsi vəsaiti ilə məscidi tikib kənd cəmaatının ixtiyarına vermişdir. Məscid hal-hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur və tarixi abidə kimi fəaliyyət göstərir. Bu məscidlər tikilməmişdən öncə məscidin həyətində qədim bir qəbirstanlıq sahəsi də fəaliyyət göstərmiş, kənd əhalisi ölülərini bu qəbirstanlığın həyətində dəfn etmişlər. Bəli, tarixdən məlumdur ki, 1918-ci il Azərbaycan ilk cumhuriyyət müstəqilliyini əldə etməkdən ötürü bütün öz var canından keçmişdir, var qüvvələrindən istifadə etmiş və tərkibində erməni olmuş Rus qüvvələri Azərbaycana çox böyük, ciddi təsirlər göstərmişlər. Onlar xalqa, millətə üsyan etmiş, vəhşicəsinə insanları qırmışlar. Buna görə Azərbaycanın o dövrdəki hökuməti Türkiyə Cumhuriyyətindən kömək istəyir. Bəli, Türkiyədən Azərbaycana gəlmiş Nuru Paşa və onun çoxlu dəstəsi Azərbaycanın bir neçə rayonlarına sərkərdə kimi getmiş və köməklik göstərmişlər. Eləcə də Lənkəran Astaranı azad etməkdən ötürü Cənuba gəlmiş Camal Paşa və bir neçə türk zabiti olmuşdur. Bu gördüyünüz bu qəbirlər Camal Paşanın qəbri, bu da onun silahdaşı kənd sakini Hacı Osmanın qəbridir. Hacı Osman dövrünün tanınmış məşhur şəxslərdən, xeyriyyətçi, maarifpərvər insanlarından biri olmuşdur. O, bələdçi kimi Butəsər, kəndimizin ilk adı Butəsər kəndi olmuş, bu kənddə bələdçilik etmiş Camal Paşaya və həmən o tərkibində olmuş erməni Rus ordusuna qarşı çıxmış və onlara bu gördüyünüz məsciddən deyilənlərə görə bir erməni orada gizlənmiş və aşağıdakı olan insanlara silahla ateş açmışdır. Və yerli cəmaat da bel bağlayıb Camal Paşa'ya ki, o bizim gözəl sərkərdəmizdir, o bizi quruyar və kənd azad olunar. Eləcə də başqa kəndlər buna bel bağlamışlar. Ən nəhayət nə deyək, onlara verilən məlumat, yəni bunların qaldığı yerinin məlumatını verirlər və bunların hər ikisini öldürürlər. Hansı kənddə? Astaranın Külatan kəndində. Astaranın Külatan kəndində bunların hər ikisini veriləndən sonra bunlar ölürlər, yəni yaralanırlar. Yaralı halda Camal Paşa qırmağını qaldırır, deyir ki, mən dedim ki, kafirin gülləsi mənə batmaz, bizi öz içimizdən onlar namərdlər satdı. Hər ikisini gətirib bu məscidin həyətində dəfn edirlər.
Əgər bələdçi intisarın təqdimatını bəyəndinizsə, aşağıdakı nömrələrə 1009 yazıb SMS göndərin. Bəli, hər dövrün öz xeyirxah, xeyriyyəçi, maarifpərvər insanları olub. Onlardan biri də Məşədi Abutalıb olmuşdur kəndimizdə. Məşədi Abutalıb kimdir? O, atası kimi xeyirxah bir insan olmuşdur. Atası Hacı Canbağış kənddə 19-cu əsrdə məscid binası tikib, öz şəxsi vəsaiti ilə. Oğlu da Məşədi Abutalıb haman binası tikdirib öz şəxsi vəsaiti ilə kənd sakinlərinin ixtiyarına